Herkese salam, kanalıma hoş gelmişsiniz. Xalq artisti Aygün Kazımova doğum gününü qeyd edib. Onun doğum günündə bir çox sənət nümayəndələri və aparıcılar da iştirak edib. Həmin görüntüləri sizlərə təqdim edirəm. Deməli dostlar, masamızın ən maraqlı məqamı Nazilə Səfərli də burada oturub. Fatimə Sətəliyevada. İkisi də bir masada ən maraqlı, Arzuşqam, ürəyim. Görək bu masadan dost olub çıxacaqlar, yoxsa necə çıxacaqlar, bilmirəm. Koşmamışım kadınlar için. Senden yok. Var olmasın abi. Hocam, Kleopatra. Gül. Sen istemezsen ki milyonlarla insan Aygün Hanım'ın ad günde seni görsünler, alkışlasınlar. Aygün Hanım beni özü gördü. Esas mesele orada. Canım, Fatime Hanım'la Nazile Hanım aynı masada. Yaşasın barış. Bravo! Hoş gördük benim əzizlərim, canlarım, doğmalarım. Lüks-lüksdə sizin hamınızı xoş gördük. Bu günləri ənənəyə sadiq olaraq yenə də mənim ad günüm, doğum günüm özdə elə belə gün deyil, elə belə yaş deyil, canlarım yubileydi. 5 üstə gəl 5 yaşım olur. Fəxr edirəm yaşımla. Çox sevirəm ad günlərimi. Bu bayramı çox sevirəm. Yenə də ənənəyə sadiq qalaraq ad günümü sizlərlə, sənət dostlarımla, konser formatında, nə bilim, əyləncə, şou şəklində istəyirəm qeyd edən 40 ildir ki, bu ad günümü qeyd edirəm sizlərlə. Bura gələn hər bir insanın mənim həyatımda ən gənc ifaçı olsa da, balaca da olsa, amma çox özəl bir yer var. Hələ mənimlə illər boyu sənətdə yürüyən sənət dostlarımı, müəllimlərimi, gözəl böyük bəstəkarlarımı, yəni demirəm. Ona görə demək istəyirəm ki, canlarım, siz hamınız xoş gəlmişsiniz. Mənim bu xoşbəxt günümə, doğrudan da mənim üçün ad günü ən xoşbəxt bir bayramlardan biridir. Xoşbəxt günümdə məni xoşbəxt edən gəlişiyle, sevgisiyle, musiqisiyle, təbrikiyle xoşbəxt edən hər bir kəsə, hər bir sənət dostuma, hər bir burada iştirak edən insana dərin minnətdarlığımı bildirim. Bravo! Beraberlik, çok sağ olun ki buradasınız ve ben inanırım ki bugün de unutulmaz bir gün olacaktır bizim show businessimiz için. Bizim için məmezlerim bir günde biraz da olsa biz de dinlenek, eğlenek. Bak bugün hemen o gündü ki siz özünüze bütünlükle böyle rahat olmağı icazə verə bilərsiniz canlarım. Medya dostlarımız, burada olan her bir insan, hamıya tanış olan insanlardır. Ben isterdim ki bu günleri hamımız doğrudan da o havada olaq ki, bugün bize de dincəlmək olar. Ona göre sizin hamınıza hoş istirahət, güzel eğlence ve şamplena əhval ruhiye arzulayıram. Gelin gürültülü alkışlarımızla Aygün Hanım'ı salamlayaq.
Tural canım bilirsən ki proqramla da hər şey. Mən də gedirəm jurnalistlərimin yanına. Onlarla tez sual cavab edirəm əzizlərim.